Davam edirik həmd etməyə. Мы продолжаем славить. Necə ki, bayaq Timur müəllim dedi И как сказал Тимур, ki, Tanrının övladları что Божьи дети, sözlə dolarsa когда будет наполнен Словом, və söz onlara həyat verəcək. и Слово даст им жизнь. Və biz bilirik ki, həyatın mənbəyi Tanrının sözündən gəlir. И мы знаем, что источник Слова исходит от Бога. Düzdür? Источник. Ona görə gəlmişik də bura, düzdür? Мы из-за Него пришли сюда. Yoxsa başqa nəyə görə gələk? А зачем нам тогда Bizdə приходить? maraqlı heç nə yoxdur. У нас нет ничего интересного. Tanrıdadır ən maraqlı olan hər şey. Все, что интересное, все у Бога. Biz indi yana yığacağıq. А мы сейчас будем собирать Amma пожертвования. ondan qabaq bir fikir. Но до этого одна мысль. Yadınıza gəlir keçən bazar günü olan vəz. Помните, прошлое воскресенье была проповедь? Kimin yadındadır? Кто помнит? İndi mən deyəcəm, yadımıza düşəcək. И я сейчас скажу и вы напомним. Biz keçən bazar günü Mattanın İncilindən İsa Məsihin əhvalatı barəsində danışdıq. Прошлое воскресенье мы говорили от Матфея, Onun doğulması barəsində İsa Məsihi. говорили о рождении Христа. Amma daha çox danışdıq onun atası Yusif barəsində. Но больше поговорили об его отце Yadınızdadır, Иосифе. deyilirdi Помните? ki, Сказано было, Yusif biləndə ki, nişanlısı müqəddəs ruhdan hamilədir. что когда Иосиф узнал, что Мария, она беременна Святого Духа, Ki o yavaşca ayrılmaq istədi. и он хотел просто развестись. Və düşünürəm ki, Yusif heyrətamiz bir adam idi. Я думаю, что Иосиф был удивительным человеком. Qışqırmadı, dalaşmadı. Он не кричал, он Necə ola не bilər belə спорил. şey? Как такое может быть? Həlim adam idi. Он был очень кротким. Və istəmirdi ki, heç kəsə ziyan dəysin. И он не хотел, чтобы создать проблему Amma кому-то. mələk onunla danışdı Но ангел говорил с ним, və o körpəni qəbul etdi. и он принял младенца. Və sonra danışırdıq medalyonun iki tərəfi barəsində. Потом мы говорили об двух сторонах медали. Yadınıza düşür vəz? Помните проповедь? Və heyrətamiz idi. Это было удивительно. Mən qulaq asırdım burada oturanda. Я слушал, когда сидел Və здесь. Yusifin həyatını bir növ bizim həyatımıza bənzədirdim. Жизнь Иосифа, она как бы похожа на нашу. Deyilmi? Не так ли? Ki bizə də dedilər ki, bir oğul doğulubdu. Что нам сказано было, что родился сын, Ki onu qəbul etmək lazımdır. что его надо принять. Oxşuyur əhvalatlarımız. Похожа наша история. Ki bizim seçimimiz var idi. У нас был выбор. Ki deyə bilərdi, yox, ola bilməz. А мы могли бы сказать, что нет, не может быть. Necə ki Yusif deyə bilərdi. Как Иосиф mог Ki бы bu так mənim сказать, övladım deyil. что нет, это не мой сын, Mən onu qəbul eləmirəm. я не могу его принять. Biz də deyə bilərdik ki, yox, И мы могли бы сказать, biz нет, qəbul eləmirik. мы не принимаем его. Amma biz qəbul elədik onu. Но мы приняли его. Ona görə bu gün burdayıq, И поэтому deyilmi? мы здесь, не так Və ли? yığılmağımızın səbəbi Məsih deyilmi? И то, что мы здесь собрались, это причина, это Христос. Və bu heyrətamizdir Это ki, удивительно, что Yeşaya 9-cu fəsildə Исайя 9 глава, hamımızın bildiyi gözəl bir bənd var. удивительный стих, который мы все знаем. 6-cı bənddə deyilir ki, Исайя 9:6 говорится, birinci hissəsində первой ki, части, bizim üçün körpə doğuldu. что сын дан нам. Deyilmir ki, bizim körpəmiz doğuldu. Не говорится, что наш сын родился, Amma deyilir bizim üçün doğuldu o. но говорится, что для нас родился. Və sonra deyilir ki, bizə oğul verildi. А потом говорится, что сын дан нам. Və heyrətamizdir Удивительно, ki, biz onu qəbul etdik. что мы приняли его. Bizim üçün, insanlar üçün doğulan körpəni qəbul etdik biz. Что сын, который родился для нас, мы его приняли. Və həyatımız dəyişdi. И наша жизнь изменилась. Və həmən körpə vasitəsilə Tanrı özünü bizə göstərdi. И посредством этого ребенка Бог показал нам себя. Və o bizim həyatımızın bir hissəsinə çevrildi. И он стал частью нашей жизни. Çünki biz onu həyatımıza, ailəmizə qəbul etdik. Потому что мы приняли его в свою семью. Ailəsində uşaqları olan kəslər yaxşı bilirlər. Те, кто имеет детей, они все хорошо знают. Və hamımız yaxşı И bilirik. мы все хорошо Çünki знаем. biz özümüz də nə vaxtsa körpə olmuşuq. И потому что мы когда-то были тоже детьми. Çünki ailədə doğulan olan körpə Потому что ребенок, который рождается в семье, ailənin bir hissəsidir o. он часть семьи. Və biz onu ignor edə И bilmərik мы не можем его игнорировать. və ya onu qoyub gedə И bilmərik. мы не можем его просто оставить. Bizim bütün planlarımız onunla bağlıdır. Все наши планы, они как бы вместе с ним. С ребенком. Və o bizim planımızın bir hissəsidir. И он часть нашего плана. Daha çox
еще больше. O bizim həyatımızın bir hissəsidir. Он часть нашей жизни. Bu heyrətamizdir. Это удивительно. Bax, Məsih bizim həyatımıza belə gəldi. И Христос пришел в нашу жизнь Biz onu так, qəbul и etdik. мы приняли Его. Bizim üçün körpə doğuldu. Сын родился нам, Bizə для нас. oğul verildi Сын дан нам. və o bizim həyatımızın bir hissəsidir. И Он часть нашей жизни. Və daha gözəli olan başqa bir şeydir ki, И еще больше прекрасное, elə bil что, ki o bizim körpəmizdir. как Он наш ребенок. Amma biz daha dərinə gedəndə Но если мы пойдем дальше, başa düşürük ki, мы понимаем, əslində o körpəni qəbul etməklə что когда мы принимаем ребенка, əslində реальности, biz Tanrının övladları olduq мы становимся детьми Божьими. və biz Tanrının həyatının bir hissəsinə çevrildik. И мы становимся частью Бога. Məyər biz bəxtiyar insanlar deyilikmi Мы блаженные люди, ki, belə atamız var, что у нас есть такой Отец, ki, yer üzündə olan atalar, что отцы, которые в миру, onlar övladları üçün əllərindən gələn hər şeyi edirlər. они делают все возможное для своих детей. Səmavi atamız daha çoxunu etməzmi? Но Небесный Отец сделает больше. Daha çoxunu etməyə qadir deyilmi? Может ли Он сделать... Qadirdir də o. Он может сделать все больше. Düzdür? Kim bəxtiyardır belə atanın övladı olmağa? Кто блаженен быть Hamımız bəxtiyarıq. ребенком такого Hamınız отца? bəxtiyarsınız. Мы все блаженны. Çünki belə Tanrımız var. Потому что у нас есть такой Oğlu Отец. qəbul etməklə Принятием Сына biz övlad olduq. мы становились Tanrının детьми, övladları olduq. с нами, детьми Божьими. Bəxtiyar övladlar. И мы блаженные Və дети. biz indi hər şeyimizi verməyə hazırıq. И мы готовы все отдать. Öz həyatımızı Свою жизнь, necə ki artıq vermişik. как уже дали, Ki, ya Rəbb, что Бог, mən sənin övladınam. я твое дитя. Məni qəbul etmisən. Ты принял меня. Çox sağ ol. Спасибо. Mən sənə təslim olmuşam. Əllərimi qaldırmışam. Я поднял свои руки, Bax, mən səninəm. и я твой. Amin. Аминь. Tanrı, minnətdarıq sənə. Бог, мы благодарны Çox тебе. sağ ol bu münasibətə görə. Спасибо тебе за такое отношение, Ki, biz sənin övladlarınıq. что мы твои дети, Ki, sən körpə oldun. и что ты стал Ki, ребенком, bizi qazanasan. чтобы искупить нас. Çox sağ ol, ya Rəbb. Спасибо тебе, Господь. Xeyir dua ver indi onda birlərə, iyanələrə, Благослови наши пожертвования, sözə, kəlama. благослови Слово. O söz ki, onda həyat var. Это Слово, в котором есть жизнь, Bizi doldurur, которое наполняет aparır нас, bizi. которое ведет нас. Sən müqəddəs isminlə dua edirik. Мы молимся во имя Твое Святое. Amin. Аминь. Çox sağ olun. Спасибо.